Avqustun 27-də Birləşmiş Millətlər Təşkilatının Bakı ofisində ölkəyə 10 günlük səfər edən BMT-nin biznes və insan hüquqları üzrə işçi qrupu ilə görüş keçirilib. Görüşdə bir sıra media nümayəndələri, BMT-nin ekspert nümayəndələrindən Pavel Solyanziqa və Puvan Selvanatan iştirak ediblər. İşçi qrupunun üzvü, insan hüquqları üzrə ekspert Pavel Solyanziqa biznes və insan hüquqlarının təşviqi sahəsində azad və canlı sosial dialoqun olmasının vacib şərt olduğunu bildirib. Вопросы, связанные с нашим мандатом Азербайджана. То есть с арестованными не смотрели? Да, да. У нас были запланированы с ними встречи, то есть мы с ними договаривались до того, как они были арестованы. İşçi qrupunun digər üzvü Puvan Selvanatan qeyd edib ki, ölkə qanunvericiliyi insan hüquqlarının müdafiəsi, onlara hörmət və təşviq edilməsi üçün möhkəm zəmin yaradır. Buna nail olmaq üçün maraqlı tərəflər qanun və qaydalara sadiq olmalıdırlar. To prevent and strengthen protection against business-related human rights abuses in line with our mandate and the UN Guiding Principles on Business and Human Rights. The government of Azerbaijan is party to the core international human rights treaties and has issued a standing invitation to the United Nations Special Procedures of the Human Rights Council. I'm very grateful for its support and facilitation of this mission. İşçi qrupu səfərlə əlaqədar yekun müşahidə və tövsiyələri əks etdirən hesabatını İnsan Hüquqları Şurasında 2015-ci ilin iyununda təqdim edəcək.